Tamam. Onda yaxın elədim kompüterə. Vsyo. Deməli, ə, nə deydim? Hə. Və misal üçün 2 dənə ər-arvad götürək. Qadın və kişini götürək. Bir kişi əgər sakitdirsə, yəni tipik beyinlidirsə, qadın isə atipik beyinlidir. Misal üçün hiperaktivitəsi var. Bunlar bir yerdə kuxnaya girəndə bilirsiniz nə baş verəcək? Kişi aram-aram, yavaş-yavaş hərəkət edərkən qadın hər şeyi cəld eləməyə başlayacaq. Şəxsən bizim yoldaşımla mən bu vakadan o. Yəni yoldaşım çox belə deyim, çox sakitdir. Tipik beyinlidir. Onun hiperaktivitəsi yoxdur. Ona görə həyatda hər şey aram-aram eləməyi sevir. Mən isə hiperaktiv olduğum üçün daha praktik yolları axtarıram. Hər şey eləyəndə daha az vaxt itirim, başqa şeyə də vaxt ayırım. Yəni mənim həyatımın amma məqsədi budur. Və biz bir yerdə mətbəxə girəndə, yemək bişirəndə təzə bir müddət belə bocalayırdıq. Sonra belə bir şey oturduq, danışdıq ki, gəl belə eləyək də, kəsmə işləmlərini mən eləyirəm. Çünki mən onları həm cəld eləyirəm, həm onun istədiyi kimi olur. O kəsməkdə həddindən artıq çox vaxt itirir. Amma bişirmə işləmləri, onu qatmaq, xüsusən də belə deyim, neçə stəkan düyü qatılacaq, ya neçə stəkan falan, onun neçə də ədədi falanı, onu ölçməkdə yoldaşım daha yaxşı. Çünki mən bəzən tez-tez eləyirəm. Dolayısıyla məndə oradan 1-2 qaşıq o yana, 2 qaşıq bu yana ola bilər. Amma yoldaşım konkret də, yəni elə bil ki, adamın gözləri tərəzidir. Yəni o qədər. Çünki o qədər aram, o qədər sakit eləyir ki, kəsmə işlərini mən eləyirəm, ölçüm, biçim şeylərini o eləyir. Həyatda da çox şey biz belə eləyirik. Misal üçün, o daha problemli məsələlərdə o məni hər dəfə belə sakitləşdirir ki, dayan, gözlə, səbr elə. İndi qərar vermə. Çünki mən çox tez qərar verirəm. Sonra da yəni məni biri belə tormozlamalıdır ki, biraz sakitləş, dayan, gəl düşünək, sonra qərar verək. Yəni nəyə gətirirəm? Bax, biz fərqliyik. Biz mətbəxdə dava eləməyi, yox sən düz eləmədin, yox sən düz eləmədin, bir-birimizə söz atmağı da seçə bilərdik. Amma bir-birimizin xüsusiyyətlərini avantaja çevirdi, dezavantaja yox. Həmçinin bax, yoldaşımızı biz bu barədə o qədər tanımalıyıq ki, əgər yoldaşımız biz xüsusiyyəti bizə tamamən ziddirsə, əmin olun ki, orada çox böyük bir necə deyim, çox böyük bir gözəlliyi var. Sadəcə o gözəlliyin fərqində olmaq lazımdır. Niyə? Çünki yoldaşımız fərqlidirsə, o bizi tamamlamağa gəlib, biz də onu tamamlamağa gəlmişik və biz bir-birimizin xəssiyyətinin fərqində olaraq əslində özümüzü tapacağıq. Baxın, həyat yoldaşı seçimi heç də təsadüf seçimi deyil. Hətta o insanlar belə ki, onlara həyat yoldaşı gəlib qismət olub. Yəni elçilik vasitəsilə evləniblər. Sevib evlənməyiblər. Onlarda belə təsadüf deyil. Dinimizdə belə bir hədis var. Mən o hədisi eşidəndə şok olmuşdum ki, psixologiyada bu barədə danışır. Deyir, bütün peyğəmbərlər, bütün mələklər bir araya gəlsə və Allaha dua eləsə ki, filan kəsə qismət olsun, Allah deyir ki, mən bu duanı qəbul eləməyəcəm. Yeganə duadır ki, hər kəs dua eləsin, amma Allah yenə deyir ki, yox da, yəni orada çünki insan insana qismət olur. Bu qismətdir. Niyə qismət olur? Bunu da bir hekayə ilə anlatmağa çalışacağım. 16-17 yaşında, yox, üzr istəyirəm, 18 yaşında bir qız bir danışanımla bir gün seansda belə bir məqam qarşısında qalmışıq. Qızın 2 dənə talibi var və bu taliblərdən biri o qədər gözəl ailənin uşağıdır ki, özü oxuyan, öz üzərində çalışan bir oğlandır və ən önəmlisi də anasının, atasının münasibəti çox gözəldir. Yəni qız özü də deyir ki, deyir adam bəhbəhlə baxılır ola, can deyib can eşidirlər. O qədər mehribandılar ki ailədə. Amma ikinci talib isə oğlan belə yəni ya ayrılmış ailədən çıxan bir oğlandır
nə bilim, ata tərəfindən də müəyyən şiddət görüb, ana ümumiyyətlə ayrılandan sonra daha doğrusu ata ananı uzaqlaşdırıb, ana ilə oğlan görüşmür. Belə yarı, necə deyim, yaralı uşaqdır. Yaralı uşaqdır və qız onun da fərqindədir ki, ara-ara yalanlar danışır, ara-ara səndən başqa heç kəslə görüşməyim deyib, ara-ara başqa qızlarla da görüşür və s. Amma qız yenə də o oğlandan əl çəkmir. Və mən qıza sual verdim ki, sən görürsən, fərqindəsən ki, o bir oğlan özünə dəyər verəndir. Deməli, ailədən də o dəyəri görüb və sənə də dəyər verəcək əslində. Niyə sən onu seçmirsən? Qızın mənə dediyi şey bu oldu. Mən özümü onların yanında narahat hiss eləyəcəm. Çünki mən elə şeyə öyrəşməmişim. Axı mən orada özümü özüm kimi ola bilməyəcəm, rahat ola bilməyəcəm. Onlar həddindən artıq yüksək davranırlar. Mənim gücüm ora çatmaz. Niyə? Çünki özünün ailəsində də çox təəssüf, atanın, ananın dava dalaşları hər zaman uşaqların gözünün qabağında olub. Və ailə bərabər olsa da, yəni eyni düşüncə tərzlərinə sahib olan valideynlər deyil, bir-birlərini alçaldan, bir-birlərinin üstünə qışqıran və digər problemləri uşaqların gözünün qabağında yaşayan bir ailədir. Yəni, baxın, ailə münasibəti bizim uşaqlarımız hər zaman balaca qalmır. Ailədəki münasibət, bir-birinə münasibət mütləq şəkildə uşaqların həyatında təsirini göstərir və uşaqlar qarşı cinslə də eyni qızlar anası kimi, oğlanlar atası kimi rəftar edir. Hətta bunu da qeyd edim ki, yenə keçən gün seansda bir xanımla danışıram. Xanım qayıdır, deyir ki, bəs mənim yoldaşım heç atama bənzəmir, tamamən tərsidir. Amma kökündə, bəli, xəssiyyət olaraq tərsidir. Amma kökündə anası ilə atasının münasibətini hal-hazırda xanım öz ailəsində yaşayır. Xəssiyyətlər fərqli ola bilər. Hadisələr fərqli olacaq. Amma münasibət ki, o duyğu var, hiss. Bax, insan beyni hadisələri yaddan çıxarda bilər, amma duyğular heç vaxt yaddan çıxmır. Duyğular eyni qalır və biz o duyğuları birə-bir başa düşürsünüz, birə-bir öz evladlarımızın həyatına köçürdürük fərqində olmadan. Ona görə çox önəmlidir öz üzərimizdə çalışmaq, çox önəmlidir həyat yoldaşımızla olan münasibətə baxmaq. Bir də bir məsələ də var ki, Azərbaycanda kimlər kimdən evlənir? Əslində kişi qadından yox, iki ailə evlənir. Yəni bu bir faktdır. Yəni biz bu faktı yəni anlayırsınız ki, bunu gözdən qaçırtmaq olmaz. Bəli, Azərbaycanda kişi qadın evlənmir. İki ailə evlənir. Dolayısıyla burada bilmək lazımdır ki, misal üçün, gəlin baxaq bizim böyüklərimizə. Onlar həyatda bir çox şey özünə yox deyən, saçını süpürgə eləyən böyük qadınlardır, həmçinin kişilər də ancaq qazanıb gətirib uşağına töküb. İndi nə həyat yaşayıb özü bilər, amma qadınlar ümumiyyətlə həyat yaşamayıb da. Yəni mən böyüklərdən danışıram. Çox əziyyət çəkiblər. Həqiqətən çox əziyyət çəkiblər. Uşaqlara özləri baxıblar, qaynanaya da baxıblar, qaynataya da baxıblar, ailəyə də baxıblar. Ailə böyüklərinin yanında ailəndə nə ərindən can deyib can eşidiblər, nə qaynanadan can deyib can eşidiblər. Yəni hər tərəfli çətinliklə böyüyüb, belə deyim, uşaqlarını böyüdürlər. Dolayısıyla bu insanlar qaynana-qaynata olacaq yaşa çatdığı zaman nə olur, nə baş verir? O evladını bir proyekt kimi görür ki, mən yaşlaşmışam, indi sıra səndədir, sən mənə baxmalısan. Mən baxmışam, indi sən mənə baxmalısan. Amma burada önəmli bir məqam var. Axı, cavanlar da həmən o onların dünyanın cavanları deyil. Dünya başqadır. Onlar başqa bir həyat yaşamaq istəyirlər və əgər, hətta bizim nəslimizdə də olub, qaynananın qaynanta ilə bir yerdə yaşayan
cavan ailə nə baş verirdi? Bir-birinə biraz gülsələr, biraz yaxşı münasibət göstərən kimi səhərsi gün qaynana gəlinini nəsə eləyirdi də. Və bunu bəlkə də bilərək eləmir, bilirsiz? Amma mütləq şəkildə bir nəsə bir zərər toxunacaqdı, söz ilişdirəcəkdi, yəni nəyisə eləyəcəkdi, ya da qız nəsə eləyəcəkdi, qaynana bəyənməyəcəkdi, deyinəcəkdi. Niyə bu baş verir? Və gəlin burada özünü günahlandırır ki, ay Allah, mən neynədim axı bu qadına? A sən heç nə eləməmisən, ha, qurban olum. Məsələ budur ki, bu qadın özü sevgi görməyib və sənin bir dənə ərinlə zarafatın onun xətrinə dəyir. Niyə? Çünki o özü yaşamayıb. O özü yaşamayıb. Və sən bu insanla bir evdə yaşamağa davam edəcəksənsə, ya ərinlə münasibətini gizlət. Və burada oğlan da biraz ağıllı olmalıdır ki, hər şeyim ananın yanında yaşamamalıdır və ana ilə həyat yoldaşının arasındakı o incə, necə deyim, o incə tərəzini oğlan qurmalıdır. Təbii ki, əgər oğlan da doğru düzgün tərbiyə alıbsa. Tərbiyə ala bilməyibsə, anasının proyekti də çevrilibsə, anasından göbək bağı qopmayıbsa, onda vay o qızın halına. Bütün əziyyəti gəlin çəkir. Çünki oğlan deyir ki, anamdır, nə eləsə haqlıdır, sən tutub dözməlisən. Kim deyib ki, dözməlidir? Niyə dözməlidir? Niyə? Çünki mənim anam həyatda heç nə görməyib, indi sıra səndədir. Çox təəssüf, Azərbaycan ailələrində bu baş verir. Ona görə cavanlara həmişə bunu deyirəm. Bir, əgər evləndiyiniz zaman qaynananızla eyni evdə yaşayacağınızı bilirsinizsə, biraz ağıllı rəftar eləmək lazımdır. Nə barədə? Bilmək lazımdır ki, bu qaynananın, yəni bilirsiniz, burada biraz əxlaq da girir. Sərt olmaq heç bir şey yaramayacaq. Necə deyim, yumruğu stoluna vurmaq ki, bu evin gəlini mənəm, xanımı mənəm də heç bir şey yaramayacaq. Xanımçılıq yox, həyatına bax, öz üzərində çalış. Amma arada bir stəkan çay nədir qaynananın qabağına qoy, arada bir onunla da söhbət elə, arada bir demirəm icazə al. İndiki gənclər icazə al deyəndə vəbşi pis olurlar ki, xeyri olur, mən icazə almalıyam. Demirəm icazə al, amma yəni hörmətli saxla, nə ki, məsələn, sabahsı gün mən filan yerə gedəcəm. Yəni bu səndən heç nə əksiltməyəcək. Amma bir şey də var ki, indi qaynana da qaynana var da, elə insanlar var ki, onlarla yaşamaq qeyri-mümkündür də. Yəni sən ona nə qədər hörmət göstərsən, sən ona lap sevgi ilə də yanaşanda, elələri də var. Onu da bax qeyd eləyirəm. Orada da mütləq şəkildə nə etmək lazımdır? Allah'a təvəkkül, evləri ayırmaq lazımdır. Yəni burada oğlanla qadının münasibəti çox doğru qurulmalıdır ki, iki ailə bir evdə yaşadıkları müddətcə problemlər olur. Mümkün mərtəbə gəncləri ayırmaq lazımdır özümüzdən. Mümkün deyil. Başqa bir insan öz anası ilə uzun müddət yaşaya bilmir. Bir də görsən ki, sözdə çaxnaşma olur. Və heç kəs qızını getsin bütün ailəsinin, yəni bu artıq indi 21-ci əsrdə düşünürəm ki, ailələr cavanları evləndirdiyində bunu mütləq nəzərə almalıdır ki, onların öz başının balaca bir yeri olmalıdır. Ayrı olmalıdırlar. Bir evə artıq qızını verməzlər, oğlanda evləndirməzlər. İkinci bir məqam, xəstə oğlanlar, narsistik şəxsiyyət pozuntusu, bəzən şizofreniya görmüşəm, bəzən iraq-iraq sadist oğlanlar görmüşəm, bağımlı oğlanlar görmüşəm ki, ana durur xəstə uşağını gizlədir ki, xəstədir, evləndirir, evlənəndən sonra qalxın qıza da qayıdıb deyir ki, get döz onu düzəlt. Deməli sən 25 il, 26 il, nə bilim 30 illik xəstə uşağı düzəldə bilməmsən, səhv tərbiyə vermirsən, xalqın qız gəlib düzəltməlidir. Xeyr ola. Niyə də, niyə? Deyim sizə niyə? Çünki o ana özü heç nə görməyib. And olsun, ana özü həyat görməyib. Və o içində o qədər acıq birikdirib ki, onun vecinə deyil, xalqın qızı nə çəkəcək. Mən bunu bəzən anaların üzünə də deyirəm. İnciməyin.
Amma həqiqət budur. Siz qarşıdakı insanı düşünmürsünüz. Siz ancaq keçmişlə yaşayırsınız. Mən çəkmişəm, o da çəkəcək. Mən yaşamamışam, sən də yaşayacaqsan. Nə vaxta kimi axı? Nə vaxta kimi bu kini qusacaqsınız axı? Nə vaxta kimi bu cavanlara həyatı dar eləyəcəksiniz? Nə var siz yaşamamısınız? Burada cavanlar ağıllı olmalı. Ona görə indi evlilər heç, amma evlatlarımız üçün indidən çox şey anlatmaq lazımdır. Uşaqlar bəzi şeyin fərqində olaraq evlənməlidirlər. Deyirəm, indi baxıram ki, toylara nə qədər pul xərcləyirlər. Dekor, nə bilim, biri gəlir dizayn gətizdirir, biri gəlir maxna, o qədər pul xərcləyirlər o dekorlara. Vallahi ora xərclədiyiniz üçdə birini evlatlarınıza terapiyaya göndərin. Cütlük terapiyalara göndərin. Bir-birlərini mütəxəssisin qabağında tanısın. Mütəxəssisdən dərs alsınlar. Gələcək nəsillərini kör eləməsinlər. Valla o dekor onların heç bir şeyinə yaramayacaq. Göstərişdən başqa işini deyil. Amma valideyn, görürəm, inanın, valideyn uşaqdan qabaq düşür. Yox, filan şey alınmadı. Filan pərdə istəmirəm. Pərdənin üstündə bu qızıl əksikdir. O boş ver dönün. Sən uşağa indidən bunun gözünü çıxardırsan pərdəyə görə, sən o qızdan, o oğlandan nə tərbiyə gözləyəcəksən uşaqlara? Yəni, dövr o dövr deyil. Dövr o dövr deyil. Biz oyanmalıyıq heç olmasa ki, evlatlarımız biraz oyaq olsun. Qarşımızdakı qohum məğrəbə gənc olanda, evlənəndə bir nəfər, iki nəfər desə ki, ay başvurunum, nə evə lazımdır bu dekor? Nə bilim, nə evə lazımdır? Ondan biraz kəs, başqa şeyə ver. Amma yox, qoxu-məxrəbə də bir-birlərinə yarışır, ay başvurdun. Qoxu-məxrəbə bir-birinə yarışır. Uşağı universitetə salırlar. Universitetə mi girir o uşaq? Yoxsa qoxu-məxrəbələrlə mi yarışır bəlli deyil. Uşaq evləndirirlər, cavan evləndirirlər. Yoxsa qoxu-məxrəbələrə özlərini göstərirlər bəlli deyil. Ona görə deyirəm, Azərbaycanda hələ də ailələr evlənir. Hələ də. Gənclərə heç bir fürsət tanınmır. Sonra da gənclər toksik uşaq böyüdür. Buna diqqət etmək lazımdır. Artıq oyanmaq vaxtı. Artıq dəyərlərimizin bəzi lazımsız dəyərlər almışıq boynumuza. Lazımsızdır o. Heç yerdə bizim işimizə yaramayacaq. Heç yerdə. Buna çox diqqət yetirmək lazımdır. Bizdə nə qədər 4 dəqiqə qalıb. Mən rekordu dayandırım. Sağollaşın. Əgər suallarınız olsa bir dənə link atacağım. Orada artıq sual cavab eləyərik. Gələn dərs isə bu mövzunu davam elətdirəcəm inşallah.